Hərdən bizdə də müəyyən sosial şəbəkələr bağlansın deyə elə sosial şəbəkələrdə fikirlər səsləndirilir. Hərdən fikirləşirsən ki, sosial şəbəkənin nə günahı var? Hərdən də deyirsən ki, bəzi platformaları, nə bilim, bəzi səhifələri, bəlkə də şəxsləri də bağlasalar yaxşıdır. Hərdən gülünc və absurd görünən paylaşımlara baxanda da adam yenə özünə şükür edir. İndi də təzə trend çıxıb. Adamlara talelərinizi dəyişəcək cüzdan satıblar ki, kim bu cüzdanı alsa, güya içi pulla dolub daşacaq. Əllərindəki pulu verib alıblar. Amma cüzdanlarında indi siçanlar oynayır. Aldanan şəxslər pullarını tələb edirlər. Bəli, sıradakı sujetimizdə bir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərlə məşhurlaşan, özünü psixoloq kimi təqdim edən Azrina ləqəbli əfsanə Qasımlıdan olacaq. Onunla bağlı şikayətlər isə bitib tükənmək bilmir. Odur ki, növbəti dəfə məsələni araşdırmışıq. İzləyək. Falçılara çox inanmıram. Ümumiyyətlə bu enerji ilə işləməyə, onlara çox inanmıram. Sadəcə Allaha inanıram. Sosial şəbəkədə o xanıma rast gəlməmişəm, amma bilirsiniz, falçı başqa şeydir, enerji tam başqa şeydir. Yəqin ki, onunla ələ almaq istəyirlər də insanları. İnanıram, enerjilərə inanıram, amma falçılara belə də. Amma özüm bu haqda TikTokda aparıram bu haqda, enerjilər haqqında. Falçılara inanıram, amma enerji baxımından inanmıram. Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə pasiyentlərinin xüsusi geyimdə seanslara qatılması, bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması ilə gündəmə gələn Azrina ləqəbli özünü yaşam koçu və psixoloq kimi təqdim edən əfsanə Qasımlı yenidən müzakirə mövzusuna çevrilir. Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bu dəfə isə o Beauty Time gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia etməsi ilə diqqət çəkib. Hadisənin fonunda həm qaynar xəttimizdə daxil olan müraciətlərdə, həm də sosial şəbəkələrdə paylaşılan şərhlərdə isə vətəndaşlar Azrina ləqəbli əfsanə Qasımlının onları aldatdığını bildirirlər. Bəzi şəxslər küllü miqdarda maddi zərərə məruz qaldıqlarını iddia edirlər. Hardasa 2-3 il bundan qabaq sosial şəbəkələrdə Azrina adlı xanımın öz-özünü reklam eləməyə başladı. Xanım çox belə təsdiqlənmiş formada deyirdi ki, mən pulqablar satıram və həmin pulqabları siz əldə eləsəz, bunun içi pulla dolu olacaq. Yəni qiymət 250 manat idi. Soruşanda ki, niyə bu qədər bahadır? Dedi, axı mənim çəkdiyim əziyyət, yəni